Herkese selam. Yeni bir derse hoş gelmişsiniz. Bugün size Gramatik Aktiv kitabının davamı olarak 14-cü dersi izah edirəm. 14-cü dərsimizin mövzusu artikel mövzusudur. Artikel mövzusu Azərbaycan dilində olmadığına görə ilk dəfə öyrənən tələbə üçün bu mövzu biraz qəliz gəlir. Ancaq müəyyən qədər məşğul olduqdan sonra heç bir çətinlik qalmır. Sadəcə müəyyən qədər məşğul olmaq lazımdır. Deməli, Azərbaycan dilindən fərqli olaraq Alman dilində isimlərin cinsi var. Yəni, almanlar isimləri kişi cinsi olaraq, qadın cinsi olaraq, orta cins olaraq 3 yerə ayırır və bunu da təyin etmək üçün məhz artikellardan istifadə olunur. Artikelin Alman dilində iki növü var. Definite artikel und indefinite artikel. Yəni müəyyən və ya qeyri-müəyyən. Müəyyən artikelin başqa adı bestimmte artikel və yaxud unbestimmte artikel. Yəni qeyri-müəyyən artikel. Bəzən isə elə isimlər olur ki, onların qarşısında artikel istifadə olunur. İlk dəfə öyrənən tələbələr üçün burada qeyd edirəm. Əgər biz ismi der artiklı ilə öyrəniriksə, bu kişi cinsli isimdir. Məsələn, der Hund it deməkdir. İt sözü Alman dilində hunddur. Hundun artiklı derdir. Der kişi cinsini bildirən müəyyən artikeldir. İkinci, qadın cinsini bildirən die müəyyən artikeldir. Qadın cinsinə aiddir. Məsələn, die Tasche. Bu çanta deməkdir. Yəni, çanta sözü Alman dilində Tasche. Tasche'nin də artiklı die'dir. Die olduğuna görə bu aiddir qadın cinsinə. Daha sonra var orta cins. Bu das'tır. Orta cinsə aid olur. Məsəl üçün das Buch. Kitab deməkdir. Yəni Alman dilində kitab demək istəyiriksə Buch deməkdir. Buch'un da artiklı das'tır. Biz buna görə hər zaman tələbələrə məsləhət görürük ki, Alman dilində isimlər öyrənərkən mütləq şəkildə artiklı ilə öyrənin. Məsəl üçün, it sözünü öyrənirsiniz, der Hund. Çanta sözünü öyrənirsiniz, die Tasche. Kitab sözünü öyrənirsiniz, das Buch. Bundan əlavə, indi bəs misal itlər, çantalar, kitablar, bunun artiklı nə olur? Bunun da artiklı die olur. Sadəcə plural, yəni die-dən sonra gələn isim mütləq şəkildə cəmlənməlidir ki, söhbət cəmdən getsin. Təkdə olarsa isə söhbət qadın cinsindən gedir. Bu olur bizim müəyyən artikel. Daha sonra var qeyri-müəyyən. Yəni, belə deyim, bəhs elədiyimiz əşyanın qeyri-müəyyənliyindən söhbət gedir. Der-də aynıdır. Die-də aynıdır. Das-da isə aynıdır. Bu da olur bizim qeyri-müəyyən artikelimiz. Qeyri-müəyyən artikelin isə cəmi yoxdur. Bundan əlavə ayn, aynı, ayn bir kimi tərcümə oluna bilər. Artikel mövzusunun YouTube'da elə ilk dərslər, ilk videolara getsəniz, orada ətraflı izahı var. Ancaq yenə də bu dərs üzərindən çalışdığım qədərilə izah edirəm. Və əziz tələbələr, daha sonra biz bilirik ki, Azərbaycan dilində ismin 6 halı var. Ancaq Alman dilində ismin 4 halı var. Bu nominativ, yəni adlıq hal. İkinci gəlir genitiv, yəni yerlik hal. Üçüncü gəlir dativ, yəni
yönlük hal. En sonuncu gelir dördüncü akusativ. Yani təsirlik hal. Deyəcəksiniz, bəs yerlik, çıxışlı hal, onlar isə söz önlərlə əvəz olunub. Alman dilində ismin 4 hal var. Nominativ adlıq, genitiv yerlik, dativ yönlük, akusativ isə təsirlik hal adlanır. Yəni hansı ki biz, məsələn, isimləri hallandırmaq istəyirik. İt, itin, itə, iti və yaxud çanta, çantanın, çantaya, çantanı, kitab, kitabın, kitaba, kitabı. Bunu biz Alman dilində demək istəyiriksə, bizim müəyyən artiklımızda hallanır. Bu müəyyən artiklın hallanmasına aiddir definitiv artikel. Yuxarıdakı cədvəl isə indefinite artikel, yəni qeyri-müəyyən artiklın hallanmasına aiddir. Sizin üzərinizə düşən öhdəlik həmən artikelların hallanmasını mükəmməl bir şəkildə əzbərləməkdir. Yəni siz nə etməlisiniz? Artikelin hallanmasını öyrənməlisiniz. Birinci baxırıq der. Bildik ki, bu kişi cinsini bildirən müəyyən artikeldir. Elə deyil. İndi nominativdə olur der. Genitivdə olur des. Dativdə olur dem. Akusativdə olur den. Yəni siz der kişi cinsində olan müəyyən artiklı vurma cədvəlini necə əzbər bilirsinizsə, eynən bunu da 4 hal ardıcıl olaraq əzbərləməlisiniz. Bir gününüzü sərf edin, misal derə, yəni kişi cinsinə. Belə deyəcəksiniz. Der, des, dem, den. Der, des, dem, den. Yəni hər birinin mütləq şəkildə nə etməlisiniz? Hallanmasını ardıcıl bilməlisiniz. Gəlin bunların sualına da baxaq. Wer, kim, was, nə sualına cavab verir. Genitiv wessen, yəni kimin, nəyin deməkdir. Dativ wem, kimə, nəyə bu şəkil tərcümə olur. Akusativ isə wen, kimi, was, nəyi. Hər birini təbii ki biz cümlə içərisində istifadə etdikcə halını cümlə içərisindəki feildən təyin edəcəyik. İstifadə etdiyimiz cümlələrdən təyin edəcəyik ki, bizim istifadə etdiyimiz isim hansı haldadır. Daha sonra baxırıq di, yəni qadın cinsini bildirən müəyyən artiklın müəyyən artikl. Bu necə hallanır? Nominativdə di, genitivdə der, dativdə der, akusativdə di. Əzbərləyəcəksiniz ki, di, der, di. Bu r hərfidir. Sadəcə olaraq əllə yazıldığı zaman yazılış forması bu cür olur. Daha sonra baxırıq das, orta cinsi bildirən müəyyən artikl. Əzbərləyəcəksiniz. Nominativdə das, genitivdə des, dativdə dem, akusativdə das. Öyrənəcəksiniz ki, das, des, dem, das orta cinsin hallanmasıdır. Sonra isə baxırıq di, plural müəyyən artikl. Cəmdə necə hallanır? Di, genitivdə der, dativdə den, akusativdə di. Hər gün birini və yaxud 2 gündən bir
birini qəşəng əzbərləyib özünüz əzbərdən danışa bilərsiniz. Cəmdə də olur di, dia, den, di. İndi gəlin bu müəyyən artikelların qeyri-müəyyən formalarına baxaq. Dedik ki, derin qarşılığı aynıdır. Nominativ adlı halda genitivdə olacaq aynes, hansı ki s keçir bura aynın sonuna. Daha sonra demdəki m keçir yenə aynın sonuna, olur aynim. Dendəki keçəcək yenə aynın sonuna, olacaq aynen. Bu ise oldu gayri müəyyən artikel. Bu şekilde ezberleyecek. Birinci müəyyən ezberlediniz. Daha sonra ezberleyeceksiniz gayri müəyyən. Ayn, aynes, aynem, aynen. Daha sonra kadın cinsinde olan gayri müəyyən artikel. Aynı, hansı ki e keçir yenə aynın sonuna. Daha sonra ayna, er keçir yenə aynın sonuna. Daha sonra yine dativde olur ayna. Gördüğünüz gibi di olacak. Aynı. Yani nominatif, akusatif eyni, genitif, datif eyni. Aynı, aynı, ayner, ayner. Bu olur. Deməli, qeyri müəyyən artikel kadın cinsinde. Daha sonra orta cinsə baxırıq. Das olacaq ayn. Des olacaq aynes. Hemen bu es keçir aynın sonuna. Yine m keçir aynın sonuna. Aynı akusatif olur. Ayn. Bu kadar. Birinci öğreneceksiniz ki müəyyən artikel das sistem das. Daha sonra öğreneceksiniz gayri müəyyən artikel ayn, aynes, aynem, ayn. İndi burada baxırıq, cədvəldə bizə nümunələr verilib. Məsəl üçün, gəlin birinci müəyyən artikellə başlayaq. Maskulin kişi cinsində nominativdə olur diaman. Burada sadəcə olaraq fərqli isimlər verilib. Bu sizi karıxdıra bilər. Gəlin biz özümüz bir nümunəni götürək və yazaq. Burada 3 hal gösterildiyine göre ben size 3 hala ait numune göstereceğim. Çünkü isimlerin hallanma növləri vardı ya, o ayrıca geniş bir mövzudur. Əslində onda YouTube'da izahı var. İstəsəniz baxa bilərsiniz. Məsəl üçün götürürük diaman kişi sözünü. Bu nominativdə elə diaman olaraq qalır kişi. Datif yönlükte olacak. Dem, man, kişiye. Akusatif desi olacak. Denman, kişinin. Başa düşməyiniz üçün isə sadə nümunələr yazdım. Misal üçün nominativ adlı halda deyir ki, diaman istihya. Kişi buradadır. Veya istihya. Kim buradadır? Diaman. Nədir? Adlı haldadır. Nominativ hal. İkinci dativ yönlük halında misal üçün ich helfe dem man. Mən kişiyə kömək edirəm. Wem helfe ich? Mən kimə kömək edirəm? Dem man. Mən kişiyə kömək edirəm. Gördüğünüz kimi dativ yönlük haldadır. Akusatif təsirlik halında isə ich sehe den man. Mən kişini görürəm. Wen sehe ich? Mən kimi görürəm? Ich sehe den man. Mən kişini görürəm. Gördünüz? İndi burada sadəcə genitifə nümunə deməmişəm. Dia, dem, den. Elə əzbərləmişdik nominativ, datif, akusativ. İsim götürüp hallandırdık. Diaman kişi, denman kişiye, denman kişini. Nümuneler içerisinde istifade ettik mi? Diaman istihya, ihelife dememan, ihseye denman. Bize
Buna görə də isimləri cümlə içərisində işlətmək, hallandıra bilməkdən ötürü deməli biz artikelləri mükəmməl şəkildə öyrənirik. Onların hansı cins olmağını, hallanmağını, daha sonra isə yavaş-yavaş mövzu neyinirik, irəli gedirik. Burada isə yenə hər cinsə aid, hallara aid nümunələr verilir. Daha sonra burada indi mən düzdür müəyyən artikel izah elədim. Eynən qeyri-müəyyən artikel da bunun kimidir. Daha sonra burada misal üçün nümunə verilib ki, Sachen, die man nicht zählen kann, haben keinen Artikel. Yəni sayıla bilməyən isimlərin artikeli yoxdur. Görürsünüz, Zeit, die Zeit vaxt deməkdir. Zeit sözünün artikeli deyil, amma ki mənim vaxtım deyən, mənim vaxtım var deyəndə mənim bir vaxtım var, iki vaxtım var, üç vaxtım var deyə bilmirik də. Ümumi anlamda deyirik, ich habe Zeit, mənim vaxtım var. Ona görə bu sayılmır heç vaxt. Nümunələrdir, Zeit, Lust, Geld, Glück, Hunger. Daha sonra deyir ki, auch ohne Artikel həmçinin işlənmir, ich bin plus Beruf. Yəni əgər sənəd peşə bildirərsə, sənəd peşə bildirən isimlərin qarşısında heç vaxt artikel istifadə olunur. Der Pilot, bu kişi pilotdan söhbət gedir. Die Pilotin isə söhbət qadından gedir. In hansı ismə əlavə olunarsa, o qadın cinsini bildirən peşədir, qadına aiddir. Ich bin Pilotin von Beruf. Mənim peşəm pilotdur. Desəniz ki, bəs bu derlə, misal üçün, yəni müəyyən artikellə qeyri-müəyyən artikelin fərqi nədir? Biz hardan biləcəyik ki, harada nə istifadə etmək lazımdır? Bu haqda kanalda geniş bir məlumat var. Amma sadəcə olaraq belə deyim ki, ilk dəfə məlumat verilərsə qeyri-müəyyən artikel, daha sonra artıq həmən mövzudan, həmən əşyadan hər nədirsə, ondan bəhs edilərsə keçir müəyyən artikel. Məsələn, burada belə bir nümunə var. Möchten Sie eine Banane? Banan istəyirsiniz? Die Banane ist lecker. Banan dadlıdır. Nə etmiş olduq? Deməli, qeyri-müəyyəndən müəyyənə keçirmiş olduq. Video daha çox uzun olmasın deyə qeyd etdiyim kimi artikelların işlədilməsinə dair video var. Oradan istəsəniz baxıb öyrənə bilərsiniz. İndi sizə çalışmalardan bir-iki nümunəni göstərəcəm. Qrammatik qaydanı oxuyub öyrənib bitirdikdən sonra keçəcəksiniz çalışmalara göz gəzdirəcəksiniz. Əgər bilmədiyiniz sözlər varsa, mütləq şəkildə çıxardacaqsınız, mənalarını öyrənəcəksiniz. Ondan sonra isə çalışmalara başlayacaqsınız. Çünki mənasını başa düşmədiyiniz, qrammatik olaraq anlamadığınız bir mövzunun çalışmalarını işləyə bilməzsiniz. Mən də sizə deməli hər çalışmadan bir-iki nümunəni izah edəcəm. Yerdə qalanlarını siz yazacaqsınız. Kitabın arxasında cavabları var. Oradan yoxlayarsınız. Səhv olmasa əla, deməli düzgün başa düşmüsünüz. Yox, səhviniz olarsa isə videoya sona qədər baxarsınız. İndi birinci çalışmada deyir ki, was ist das? Bu nədir? Schreiben Sie Sätze. Cümlələri yazın. Misal elə birinci nümunəni izah eləyib. Deyir ki, der Stuhl, yəni stul. Yazır, das ist ein Stuhl. Bu stuldur. İki dəfə məlumat verir. Görürsünüz, qeyri-müəyyən artikeldən istifadə edir. İndi ikinci səfər deyir ki, der Stuhl ist modern. Stul müasirdir və yaxud dəblidir. Deməli, nə oldu? İki dəfə məlumat verdi. Ein, qeyri-müəyyən artikel, derin artikel, qeyri-müəyyən artikel aynıdır. İkinci səfər dedi ki, der Stuhl ist modern. Stul müasirdir, dəblidir. Das Bild. İndi ikinci nümunəyə baxarıq. Deyəcək ki, das ist, das Bild bu şəkildir.
Deməli, indi deyəcəksiniz ki, bu das, bu fərqi nədir? Baxın, bu das işarə əvəzliyidir, mənası bu deməkdir və bundan sonra xəbər gəlir. Ancaq söhbət artikeldən gedirsə, artikeldən sonra nomen, yəni isim gəlməlidir və onun cinsini bildirir. Das Bild artıq deməli nə oldu? Üzr istəyirəm. Burada biz qeyri-müəyyən artikel istifadə etməliydik. Fikrimdən çıxdı. Azı ki, ilk beynimdə tutmuşdum ki, bu dasla dası izah eləməkdən ötəri. Deməli, das ist ein Bild, bu şəkildir. 2 dəfə məlumat veririk. Deyirik ki, das Bild ist teuer. Şəkil bahalıdır. Deməli, burada oldu ein Bild. Ancaq ki, yenə belə bir hal olarsa, izah etməkdən ötürü dedim. Bu das işarə əvəzliyidir. Bundan sonra xəbər gəlir. Amma görürsünüz, das Bild bundan sonra isim gəldi və cinsini təyin elədi ki, bu orta cinsdir. Der Stuhl, bu aid idi kişi cinsli isimə. Bu bizim birinci çalışmamız. Daha sonra ikinci çalışmada deyir ki, ergänzen Sie die indefiniten Artikel im Akkusativ. Ümumiyyətcə, haben feili özündən sonra qeyri-müəyyən artikel istəyir və qeyri-müəyyən artikelin isə akkusativ təsirli halda olmasını tələb edir. İndi birinci nümunə der Kuli yaxud Kugelschreiber, bu ruçka deməkdir. İndi biz soruşuruq ki, hast du bizdən istəyir ki, bunun qeyri-müəyyən artikelini yazaq. Qeyri-müəyyən artikeli aynıdır. Aynı akkusativdə olurdu. Einen Kuli. Hast du einen Kuli? Ruçkan var. Və yaxud üçüncü nümunəyə baxaraq die Uhr. Saat deməkdir. Die Uhr'un qeyri-müəyyən artikeli aynı idi. Aynı akkusativdə də aynı olurdu. Hast du eine Uhr? Sənin saatın var. Eynən bu şəkildə cinsləri təyin edirsiniz. Onun qeyri-müəyyən artikelini tapırsınız və qeyri-müəyyən artikel cəmə keçəndə heç bir şey qarşısında yazılmır. Yəni artikel düşmüş olur. Hər bir müəyyən artikelin qeyri-müəyyən artikelinə baxırsınız və plus akkusativ. Görürsünüz, burada başlıqda da qeyd edir, təsirli halda olmasına diqqət yetirirsiniz. Daha sonra deyir ki, üçüncü çalışmada ergänzen Sie die definiten Artikel im Akkusativ deyir, müəyyən artikeli akkusativdə yazın. Yəni indi biz der, das, der, plural fərqi yoxdur. Nə etməliyik? Yenə akkusativ təsirli halda yazmalıyıq. Məsəl üçün, wie findest du Bluse? İndi qabağında verilib ki, bluzenin artikeli di-dir. Di akkusativdə necə olurdu? Bəli, di olaraq qalırdı. Wie findest du die Bluse? Finden feilinin özü tapmaq kimi tərcümə olunur. Bir də ki, belə tərcümə edərik. Səncə köynək necədir? Yəni, belə də deyə bilərik. Və yaxud ikinci misal, der Rock. Rock ətək deməkdir, yubka yəni. İndi bizə der deyir, kişi cinsli bir isimdir. Bunu akkusativdə yazmalıyıq. Der akkusativdə necə olurdu? Artıq əzbərləmisinizsə, den. Wie findest du den Rock? Ətək necə? Səncə ətək necədir? Bax belə. Eynən bu qaydada davam edirsiniz. İndi deyir ki, 4-də schreiben Sie ist positiv, indefinite artikel oder kein artikel. Deyir ki, cümlələr, burada bizə artıq inkarda verilib. Bizdən istəyir ki, bunun təsdiqini yazaq. Və deyir ki, qeyri-müəyyən artikel və deyir ki, qeyri-müəyyən artikel yoxsa ümumiyyətcə artikel yoxdur. İndi, məsəl üçün, birinci nümunə, hat keine Zeit. Onun vaxtı yoxdur. Biz dedik ki, onun vaxtı var demək istəyiriksə, Zeit
nədir? Sayılmayan isim olduğuna görə die Zeit qadın cinsinə aid bir isimdir. Amma sayılmadığına görə onun qarşısında artıq təkdə heç bir artikel istifadə olunmur. Sie hat Zeit. Onun vaxtı var. Baxırıq 5-ci nümunəyə. Fahrrad. Fahrrad das Fahrrad olduğuna görə bu deməli nədir? Sayıla bilən isimdir. Velosiped deməkdir. Das'ın qeyri-müəyyən artikel forması aynıdır. Aynın da yenə plus akuzativ olması. Çünki hat, habın özündən sonra akuzativ təsirli halını tələb edir. Ona görə deyirik ki, er hat ein Fahrrad. Onun velosipedi var. Və yaxud onun bir velosipedi var. Eynən bu şəkildə isimlərə mütləq şəkildə diqqət yetirməyiniz lazımdır. Tanımalısınız isimləri sayıla bilən isimdir, sayıla bilməyən isimdir. 5-ci çalışma vurğulanıb ki, A2 səviyyəli bir çalışmadır. Deməli, başlıqda deyir ki, eine Stadtführung in München, Münchendə şəhər gəzintisi. Ergänzen Sie die Artikel, yəni artikelları tamamlayın. Burada bizə kiçik isimlərin artikelları verilib ki, bilək ki, bu isimlər hansı cinsdədir. Mənalarını bilmirsinizsə, mütləq şəkildə yazacaqsınız. Mən sadəcə buradan elə birinci nümunəni sizə izah edəcəm. Yerdə qalanlarını özünüz yazacaqsınız. Deməli, birinci nümunə başlayır. Meine Damen und Herren, links ist ein Turm. Solda qüllədir. Der Turm qüllə deməkdir. İndi ilk dəfə məlumat olduğuna görə bu keçir qeyri-müəyyən artikla. Der Turm qeyri-müəyyən artikeldə olur. Ein Turm. Bu bir qüllədir. İndi ikinci səfər məlumat verir ki, das ist der Fernsehturm. İkinci səfər məlumat verir ki, bu tele qüllədir. Nə etdi? İlk dəfə məlumat verdi, qeyri-müəyyən artikeldən istifadə oldu. Artıq ikinci səfər məlumat verdiyinə görə keçdi turumun artikelini. Bu mürəkkəb isimdir. Mürəkkəb isimlər hər zaman iki isim birləşəndə ikinci tərəfin artikeli nədirsə, onun artikelına görə təyin olunur. Der Fernsehturm. Və beləliklə yerdə qalanları eynən bu şəkildə siz yazacaqsınız. İsimlərin artikelləri verilib, sadəcə keçirəcəksiniz qeyri-müəyyən artikela. İlk dəfə məlumat verilirsə qeyri-müəyyən artikel, ikinci səfər artıq təkrarlanırsa müəyyən artikel. Daha sonra 6-cı çalışma ein Märchen, ergänzen Sie die Artikel, deməli nağıldır. Ergänzen Sie die Artikel, eynən 5-ci çalışmadakı kimi burada nə etməliyik? Boşluqları tamamlamalıyıq. Yuxarıda yenə misal üçün isimlərin, cinsləri, isimlər falan verilmişdi. Ancaq burada artıq heç bir ipucu yoxdur. Siz sözlərə baxacaqsınız, bilmədiyiniz sözlər varsa çıxardacaqsınız, artikellarını təyin edəcəksiniz. Daha sonra nə edəcəksiniz? Yenə yuxarıdakı çalışma kimi. İlk dəfə məlumat verirsə qeyri-müəyyən artikel, ikinci dəfə artıq həmən isimlə söhbət edirsə müəyyən artikel. Baxırıq. Deyir ki, es war einmal König. Bir də ki, əslində demişdim verilməyib, amma bura baxdım ki, der Prinz, der König und Prinzessin. Der König, kral, der Prinz, şahzadə oğlan, die Prinzessin, şahzadə qız. İndi burada bunun deməli qeyri-müəyyən artikel ein, derinki ein, dininki olacaq aynı. İndi burada da der ki, es war einmal ein König. Bir zamanlar bir kral var idi. Artıq König war sehr reich. Gördünüz mü? İkinci səfər məlumat verir. Ona görə keçir der. Der König war sehr reich. Kral çox zəngin idi. Reich, zəngin, varlı deməkdir. İkinci nümunəndə deyirəm. Er hatte Tochter. İlk dəfə məlumat verir. Yəni bundan əvvəl var idi bu söz? Xeyr. İndi yenə çəkilir. Ona görə ich hatte eine Tochter.
plus haben olduğuna göre hattı fiili habe'nin geçmiş zaman formasıdır. Ola bilər ki, bu haqqda məlumatınız yoxdursa, narahat olmayın, növbəti dərslərdə izah olunacaq. İstəsəniz bu çalışmaları keçə bilərsiniz, əgər çox çətin olsa. Amma ki, sadəcə məntiqən artikelləri tamamlamaqdır burada. Ona görə bu A2 səviyyəsindədir. Yəni bizim cümləmiz keçmiş zamana aiddir. Er hat eine Tochter, onun bir kızı var idi. Daha sonra artıq görürsünüz, ikinci səfər mi məlumat verilir? Tochter'ın artikeli die olduğuna görə die Tochter war wunderschön. Qız əla idi, möhtəşəm idi kimi tərcümə edə bilərik. Nə etdik? İlk dəfə məlumat verdiksə aynı. İkinci səfər həmən isimdən söhbət getdisə der. Biz nə etdik? İsimlərin artikelına görə qeyri-müəyyən artikellə qeyd etdik. Eynən bu qaydada çalışmaları yazırsınız, tamamlayırsınız. Sizə uğurlar. İndi isə qaldığımız yerdən davam edək. Vaxta qənaət etmək üçün cavabları yazmışam. Cavablar üzərindən sürətli bir şəkildə izah edeyim. İkinci şəkli izah etmişdim. Üçüncü, das Wörterbuch lüğət deməkdir. Deyir ki, das ist ein Wörterbuch. Bu bir lüğətdir. Daha sonra deyir ki, das Wörterbuch ist praktisch. Lüğət praktikdir. Nədir? Üçüncü şəxsin təkindədir. Ona görə ist olub. Dördüncüdə der Laptop. Das ist ein Laptop. Bu bir notebooktur. Der Laptop ist gut. Notebook yaxşıdır. Söhbət təkdən gedir. 5-də artıq die Stifte. Görürsünüz, qabağında yazılıb pulğam. Yəni cəmdədir. Ona görə das sind Stifte. Bunlar qələmdirlər. Artıq nə oldu? Cəmdə oldu. Daha sonra deyir ki, die Stifte sind neu. Qələmlər yenidirlər. Bizim hər zaman mübtədamız xəbərlə uzlaşmalıdır. Ist üçüncü şəxsin təkini bildirir. Sind üçüncü şəxsin cəmini bildirir. Onlar, qələmlər. 6-da yenə die Blumen plural cəmdədir. Deyir das sind Blumen. Bunlar çiçəkdirlər. Die Blumen sind wunderbar. Çiçəklər əladırlar. 7-də die Vase nədir? Vaza deməkdir. Qadın cinsli isimdir. Qeyri-müəyyən artikel olacaq. Aynı. Das ist eine Vase. Bu bir vazadır. Die Vase ist schön. Vaza gözəldir. 9-da die Tür qapı deməkdir. Qeyri-müəyyən artikel olacaq. Aynı. Das ist eine Tür. Bu bir qapıdır. Die Tür ist offen. Qapı açıqdır. Bu olur bizim nə birinci çalışmamızın izahı. İkinci çalışmanın başlığında bizdən qeyri-müəyyən artikli akusativ halda olmasını tələb edirdi və hast du zum Beispiel das Auto nə idi? Maşın qeyri-müəyyən artikli olurdu. Ein akusativ söhbət. Akusativdən gedir. Bunu unutmayaq. Deyir ki, hast du ein Auto? Sənin bir maşının var, sənin maşının var. 3 izah eləmişdim. 4-də artıq cəmdə olduğuna görə qeyri-müəyyən artikeldən cəmə keçəndə qarşısında heç bir şey işlənmir. Hast du Kinder? Uşaqların var. 5-də der Schrim. Kişi cinsli isimdir. Bunun deməli qeyri-müəyyən artikel olur ein. Ein də akusativ təsirlik halında olur einen. Hast du einen Schrim? Çətrin var. 5-də der Computer. Computer. Der olduğuna görə yenə ein de plus akusativ təsirlik hal olduğuna görə einen Computer. Hast du einen Computer? Sənin kompüterin var. 7-ci die Katze pişik deməkdir. Qeyri-müəyyən artikel eine, çünki die. Eine Katze akusativdə də olur yenə eine Katze. Hast du eine Katze? Sən pişiyin var. 8-ci das Handy. Telefon deməkdir. Orta cinsli bir isimdir. Qeyri-müəyyən artikel olur ein. Akusativ təsirlik halında da yenə olur ein. Hast du ein Handy? Sən telefonun var. Daha sonra 3-cü çalışmada isə müəyyən artikel akusativ təsirlik halında yazmaq idi. 3-də wie findest du die Schuhe? Ayaqqabılar necədir? Səncə necədir? Die Schuhe pluraldadır, akusativdədir. Die, derdən, die. Akusativ forması olur die.
4'te das Kleid orta cinsli bir isimdir. Akusativ forması yine das olarak kalırdı. Wie findest du das Kleid? Sence don necədir? Kleid don demektir. 5. Wie findest du die Brille? Die Brille eğnek demektir. Akusativ forması yine die olarak kalır. Wie findest du die Brille? Sence eğnek necədir? 6'da deyir ki Wie findest du den Hund? Sence it necədir? Der Hund. Nominativ forması der Hund'dur. İt deməkdir. Ancaq bizə çalışmada deyir ki akusativ yəni təsirli halda olsun. Der necə hallanırdı? Der destem den. Bizə akusativ forması lazımdır. Oldu den. Wie findest du den Hund? Sence it necədir? Daha sonra baxırıq 4-cü çalışmaya. Bizə burada inkarlı cümlələr verilmişdi. Deyirdi ki onu pasiv, yəni təsdiq cümlələrdə yaz və qeyri-müəyyən artikl və yaxud da ki ümumiyyətcə artiklsız. 3-cü nümunədə hat kein Handy. Əslində burada biz variantları z olaraq yazmalıydıq. Amma ki heç nə olmaz. Kişi cinsində də desək olar və yaxud z yazmışsınızsa daha gözəl. 3'də deyir ki hat kein Handy. Onun telefonu yoxdur. Handy telefon sözü sayıla bilən bir isim olduğuna görə kein olacaq ein. Habın özünə sonra akusativ təsirli hal tələb edir. Bu das Handy olduğuna görə akusativ forması olur ein Handy. Hat ein Handy. Onun telefonu var. 4'də isə yenə ma keinen Reis. O düyü xoşlamır. Reis düyü deməkdir. Düyü sayıla bilməyən isim olduğuna görə qarşısında heç bir artikl işləmir. Deyir ki ma Reis. O düyü xoşlayır. 5 izah etmişdim. Burada sadəcə olaraq yazılışında səhv var. Gördüyünüz kimi fağat formasında olmalıdır. Yəni buradakı a olmamalıdır. 6-cıda isə deyir ki hat kein Glück. O xoşbəxt deyil. Təbii ki Glück habının xoşbəxt olmaq kimi tərcümə olunur və sayıla bilməyən isimdir. Ona görə hat Glück. O xoşbəxtdir. Daha sonra 5-ci çalışmada yenə boşluqları artikllardan tamamlamaq idi. İlk dəfə məlumat verirdiksə biz qeyri-müəyyən artikldan, artıq həmən mövzudan söhbət gedirdisə keçirdik müəyyən artikla. Biz 3'də qalmışdıq. Sie sehen gerade aus einer Kirche, das ist die Frauenkirche. Siz birbaşa kilsəni görürsünüz. Bu Frauenkirchedir. Yəni qadınlar kilsəsidir. Frauen kilsəsidir. Artıq ilk dəfə məlumat verildi. Eine Kirche, bir kilsə. Artıq kilsə haqqında ikinci səfər məlumat verildiyinə görə oldu. Die Frauenkirche. 4-cüdə hier links ist ein großer Platz. Das ist der Marienplatz. Bura sol böyük bir meydandır. Platz, der Platz, yer, meydan deməkdir. Bura böyük bir meydandır. İkinci səfər məlumat verir ki bu Marienplatzdır. Yəni yerin adı Maria yeridir. Ona görə biz keçdik müəyyən artikla. Ən sonuncuda yenə deyir am Marienplatz steht ein Haus mit einem Turm. Nə deyir? Marienplatzda gülləli bir ev var, dayanır. Das ist das Rathaus. Bu bələdiyyə binasıdır. Rathaus bələdiyyə binası deməkdir. Gördüyünüz kimi house ilk dəfə məlumat verilib, ona görə ein. İkinci səfər verilib, yenə Rathaus. Mürəkkəb isim olsa belə, yenə house var da tərkibində. Ona görə artıq müəyyən artikla keçmiş oldu. Das ist das Rathaus. Bu bələdiyyə binasıdır. Sonuncu çalışmamızda isə deməli deyir ki eines Tages kommt ein Prinz. Der Prinz möchte eine Prinzessin heiraten. Günün biri şahzadə gəlir, bir şahzadə gəlir. İlk dəfə prinz sözünü gördü, ona görə qeyri-müəyyən artikl. Daha sonra deyir ki şahzadə xanım şahzadə ilə evlənmək istəyir. Burada indi kralın qızı var idi, Ditoxdur. Burada kralın qızı olaraq, təbii ki kralın qızı prinsesindir də, şahzadədir. Ola bilər ki bunu die prinsesin olaraq verə bilərlər. Amma ki gördüyünüz kimi ilk dəfə hələ prinsesin adı keçdiyinə görə mən burada eine prinsesin yazmışam. Der Prinz möchte eine Prinzessin heiraten. Şahzadə xanım şahzadə ilə evlənmək istəyir. İkinci səfər məlumat verir ki aber die Prinzessin will ihn nicht heiraten.
Ama xanım şəhzadə onunla evlənmək istəmir, nicht inkar eləyir. Daha sonra deyir ki, da muss der Prinz sein Liebe zeigen. Bu zaman şəhzadə sevgisini göstərməlidir. Zeigen göstərmək deməkdir. Artıq görürsüz, burada Prinz ilk dəfə məlumat veriləndə Ein Prinz idi. Burada ikinci səfər məlumat verdi, yenə deyəm. Üçüncü səfər məlumat verildi, yenə deyəm. Daha sonra deyir ki, er tötet einen Drachen. Drachen ejderha deməkdir, töten öldürmək deməkdir. O ejderhanı öldürür. Zum Schluss heiratet der Prinz die Prinzessin und ein Jahr später bekommen sie eine Tochter. Sonda şəhzadələr, belə deyək, evlənirlər və bir il sonra onlar onların bir qız uşağı olur, belə tərcümə eləyə bilərik. Və beləliklə biz artıq 14-cü dərsi yekunlaşdırmış oluruq. Bu mövzu biraz geniş mövzudur. Bu mövzunu yaxşı bir şəkildə öyrənib mənimsəməsəniz, təəssüflər olsun ki, növbəti dərslərdə çox çətinliyiniz ola bilər. Ona görə əsas hər zaman hər bir dərsi öyrəndiyiniz zaman mütləq şəkildə onun əsasını gözəl bir şəkildə qoyun ki, növbəti dərslərdə yenidən başa qayıtmalı olmayasınız. Bundan əlavə geri dönüşləriniz üçün şəxsən WhatsAppda və yaxud Instagramda, YouTube'da şərh bölməsində qeyd etdiyiniz xoş sözlər, təriflər və tənqidləriniz üçün sizə xüsusən təşəkkür edirəm. Bugün mənə çox xoşdur ki, mən sizlərə faydalı ola bilirəm. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.